Çətin riskli əməliyyatlarımızdan birinə başlayacağıq indi. Riskimiz nədədir? Bizim 1 millimetr səhv eləmə şansımız yoxdur burada. 5 millimetrlik yerə 5 millimetrdə implant bağlamalıyıq. Burada əsas nüans o idi ki, aşağı sinirdə məsələn biz özümüzü qarantı almaq üçün tutalım. Məsələn deyirəm, 12 millimetr sinirə qədər yeri varsa biz 10 millimetrlik implant bağlamalıyıq. Normal halda 2 millimetr özümüzü qarantı almalıyıq. Amma burada bizim 5 millimetr yerimiz varsa 5 millimetrdə də implant bağlamalıyıq. Çünki 5/1'imiz, 5/2'miz artıq sinirə toxunmuş olacaq. Belə bir əməliyyata girəcəyik. İndi bir ağza baxaq. Burada sümüyü görsək, bu hissəyə qoyacağıq. Burada sümük çox ərimiş bir vəziyyətdədir. Rentgendən də görəcəyik. İndi bu hissəyə implantlarımızı qoymalıyıq. Ərimiş hissədə olanda nə olur? Bu artıq dilaltı toxumalar da görürük yuxarıda. Bu tərəfdə də yanağı birləşik bu keçid büküşü dediyimiz hissələr də yuxarıdadır. Çünki sümük əriyib. Sümük əslində normalda belə hündürlükdə olmalıydı. Yanından bir baxsaq, bax bu qədər belə hündürlük olmalıydı. Bunlar düşdükcə burada yanaq da artıldıqca daim implantların boyunda diş əti də hərəkət edir ki, bu da hərəkətli diş əti implant üçün bir faciəyə gətirib çıxardır. Yəni implant faciəsi deyərkən, yəni implantın düşməsinə gətirib çıxardır, periimplantda gətirib çıxardır. Bu 4-cü dişdir. 5-ci, 6-cı və 7-ci dişlər yoxdur. Onları bərpa etməyə çalışaq. Yuxarı dişləri görsək sallanıb gəlib aşağı. Çünki burada diş olmadığı üçün artıq antagonist dişlər uzanır və zaman keçdikcə daha çox əyriliklərə gətirib çıxardacaqdır belə qalsa. Onu həm də o səbəbdən də üzdə də olan estetik görünüşlərə görə də burada diş vacibdir. Funksionallıq da öz yerində təbii ki. Ağrı var mı? 4 yarımı kişi level implantıdır. 7 mm uzunluğudur ümumi, amma 5 mm sümük için nəzərdə tutulur. Yəni, parlaq hissə burada çöldə qalır. Bu implantı bağlayacağıq bura. Koreya implantıdır. Parlaq hissələr çöldə qalır. Bu rəngli hissələr isə mat hissələrdir. Pürüzlü hissələr sümüyün içində qalır. Sümüklə birləşir. Çənənin malar bölgələrində işlətdiyimiz bir implantdır. Sümükdə yalnız implantın parlaq hissəsi çöldədir. Sümükdə bütün mat hissə isə sümüyün içindədir. Koreya implantıdır. Tissue label dediyimiz implantdır. Yəni yumuşaq toxuma səviyyəsi. Bu o deməkdir ki, implantda 2 hissə var burada. Parlaq hissə və pürüzlü hissə. Bu parlaq hissə diş əti səviyyəsində olur. Diş əti bunun böyründə olur. Pürüzlü hissə isə sümükdə olur. Qalınlığı 4 mm yarım, uzunluğu, ümumi uzunluq 7 mm, sümüyün içində olan hissəsi isə 5 mm-dir. Burada iki implantı paralel şəkildə qoyduq. Gördüyümüz bu parlaq hissələr bu implantda da çöldədir. Çünki bizim yerimiz yoxdur. Bütün pürüzlü hissələr isə sümüyün içindədir. Burada başqa yol yox idi mi? Biz implantı qoymağımız üçün var idi. Bax bu bölgələrdən, arxa bölgələrdən sümük bloklar götürüb və yaxud burada simfis nahiyəsi dediyimiz qabaq bölgədən blok halında sümük götürüb belə blok lövhə halında götürüb gətirib bura bağlayıb tikib sümük augmentasiyası dediyimizi eləyib təxminən 6-7 aydan sonra implantlarımızı qoya bilərik və yaxud daha başarılı hallarda implantı qoyaraq həm də sümük lövhəsini qoyaraq da eləmək olar. Amma minimal hədlə bunlarla gözəl şəkildə kifayətlənəcəyik. 4 mm implantın enidir, 7 mm ümumi uzunluqdur, 2 mm yumuşaq toxuma səviyyəsi parlaq hissədir, 5 mm pürüzlü hissə sümüyün daxilinə tərkib olur. Bizim digər variantımız burada qabaq 4-cü dişi çəkib onun yerinə qoymaq idi. Amma hələ ki o varianta getmirik, bunu işlətmək istəyirik. Bu sinir ki gəlir sümüyün içi ilə, gəlib sinir bu hissədən çıxır. Bu sinirin çıxdığı hissədir. Burada görünür sümükdən çıxır. Bizim burada gelib implantora sökətib saxlamaq kimi niyyətimiz vardır. Düzdür, implantı belə çəp eləyə bilərik, amma paralellikdən çıxmadım burada. İmplant sümüyün içindədir. Yəni hansı hissə ki pürüzlü hissədir, o sümüyün içindədir artıq. 3 ədəd implantımızı paralel qaydada yerləşdirmiş olduq. Tissue level'da hamısının parlaq hissələri çöldə, bütün pürüzlü hissələr isə
daxildədir. Burada hal-hazırda mental dəliyə qədər olan məsafəni ölçürük. Siz ondan ölçəndə, bu alətlə ölçəndə düz 5 mm elə bu sümükdə implantın pürüzlü hissəsi hissədə o da gedib artıq sinirə söykənib dayanıb. Kompres edərmi, etməzmi? Yəni bundan artıq aşağı sıxa bilmərik, mümkün deyil. Yuxarıda sıxdıqda artıq pürüzlü hissələr çöldə qalmış olur. Yəni belə bir halda implantlarımızı saxlayırıq. Qapağı vidalarını bağlayaq. Əməliyyatımızı bitirmişik. 3 ədəd implant qoyduq. İstəyirəm nəticələrə bir baxaq. Bunu mən sizlərə göstərmək üçün yox, özüm üçün, nə qədər özümüzə əminliyimiz olsa da bir kontrol üçün deyirəm. Burada 3 ədəd implant görürük. Paralel qaydada qoyulmuş implantlarda siniri bilmirəm, burada sezə bilirsinizsə yox. Bir qalın qara bir xətt gəlir. Bax, qalın qara bir xətt gəlir, gəlib sinirə yarım millimetrliyini, 1 millimetrində bax, buralara qədər bax dönür. Burada mental dəlik dediyim oradakı dəlik idi ki, artıq sinirdən bu qədər məsafədən gedir. Məsələn, aydın görünən implantlardan tutalım, bu orta implantı bura qoyduq, bu xətti gələk baxaq. Bax, sinir budur. Bu implant da sümüyün içində, bu ağ görünən implantdır. Oxla göstərdiyim bu hissə isə, bax, bu görünən qara hissə isə, bu da sinirdir. Nəzərə alaq ki, 7 mm-lik implantdır, yəni 7 yerə bölsək, bu yer yəni 7 yerə bölsək nə boyda görünərsə, belə deyək, hissələrə bölmək üçün millimetri sümükdə göstərməyə namin edirəm. Bu 1 millimetrdən daha qısa bir məsafədir burada fikir veririksə. Yəni sinirə demək olar ki, çox yaxın bir məsafədə implantları saxlamağı çox şükür ki, bacarmışıq. İmplantların ağızda yerləşdirilməsi belədir. Burada düşünsək ki, məsələn, implantları niyə belə yerləşdirdik, sümükdə niyə tam belə eləmir? Bu zaman ağzın içinə çox yıxılmış olur implantlar. O səbəbdən də belə yerləşdirməyi nəzərdə tutmuşuq. Belə, gedib pasiyentin də fikirlərini alaq. Əməliyyat bitdi, pasiyent burada klinikada KT olduğu üçün, rentgen KT olduğu üçün belə halları, belə riskli anları biz tez KT-yə də baxa bilirik. Yəni, nəyə görə KT elədik? Lazımsa implantı geri açmaq naminə. Amma üzümüz ağ oldu burada.